Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Bugün OTK-nın keçirdiyi sınav imtahanına baxacağıq. Gəlin suallar üzərindən başlayaq. Deyir 61-ci sual. Mətn redaktorunda seçilmiş mətni mərkəzə görə düzləndirmək. Mərkəzə görə düzləndirmə deyirsə, deyirdik center əmridir bu. Ctrl E. Ctrl L deyirdik left sola. Ctrl C bu kopyalama əmri idi. Ctrl J justify düzlənmədir. Burada olmayan bir dənə də düzlənməmiz Ctrl R deyirdik sağa düzlənmə. Ctrl C isə bu da go to əmri idi ki, hansı ki səhifələrdə keçid edə bilirdik. 62-ci sualda deyir, C14 xanasında olan bu düsturu bir xana sola və 4 xana yuxarıda olan xanaya köçürükdə hansı düstur alınır? Gəlin baxaq görək. C14-dən deyir ki, bir xana sola. Əgər mən sola gedirəmsə, bu istiqamətə gedirəm. Yəni, bir xana sola getməyə C-dən sonraki xanamız D-dir. Sonra deyir ki, 4 xana yuxarıda. Əgər yuxarı gedirəmsə, xanalar demək ki, azalacaq. 4 xana da azaldı, olacaq 14. Demək, 4 xana azaldı, 1 sütun artdı. Bu köçürmə, baxaq görək, burada nəyə təsir edir? Baxın, C12-də dollar 12 varsa, bu dəyişmir. C isə nə olmalıdır? Bir vahid artmalıdır da. Olacaq onda C-dən D-yə gəlmiş olacaq. D-yə gələndə də bir dəqiqə sola deyir bizə. Sol bu istiqamətdir. Biz sütunumuzu səhv yazdıq. C-dən gəlmiş olmalıyam B-yə. Bu da bir vahid azalacaq o zaman. Onda demək C-dən bir vahid azalanda olacaq B12. B dollar 12 demək. A getdi, B getdi. Sonra dollar D dəyişməməlidir. Dollar D. 13 idi. 4 vahid azalacaq. 4 vahid də azalanda olur 9. Demək, C variantı çıxdı. Bura kimi hələ ki düz gəlirik. Sonra 2 vur, bu dəyişmir. Sam, dollar C5, D, dollar 3. Baxaq, dollar C dəyişmir. 5 idisə, 4 vahid azalar olur 1. Sonra sonuncu hissədə də D idi. Üstün bir vahid azalmalıdır. D olacaq C və dollar 3 də dəyişmir. Cavab oldu Y variantı. 63-də Windows əməliyyat sistemi ilə bağlı verilmiş mülahizələrdə doğru olmayan. Faylın adı 255 simvoldan az ola bilməz. Niyə? Faylın adı 255-dən az olmaz. Məsələn, info.docx. Faylın adında baxın, nə qədər yazdım? 4 dənə simvol yazdım. Məcbur deyiləm ki, 255 dənə hamısını yazam ora. Elə birinci ifadə yanlış idi. Faylın tipi deyir, orada saxlanan verilərin tipini göstərir. Bu düzdür. Faylın adında hərf və rəqəmlərdən istifadə etmək olar. Düzdür. Faylın adında bu işlərdən istifadə etmək olmaz. Düzdür. Deyir, sualdır. Sonra ulduzdur. Cüt dırnaqlardır. Sonra burada qoşa nöqtəmizdir. Düz xətdir. Droplardır sağ sol. Bir də böyük kiçik işarələrdir. Bunları istifadə etmək olmazdı. Fayl adı rəqəmlə başlaya bilər. Bəli, burada da problem yoxdur. Raster qrafik təsvirin çevrilməsində 3 əməliyyat icra edilmişdir. Deyir, rəng palitrası RGB-dən monoxrom palitraya dəyişdirilib. RGB-də deyirdik ki, 3 byte idi. Buradan keçmişik monochroma, yəni 1 bitə. RGB-ni də gəlin istəyirsiniz elə bitlə yazaq. 24 bitdən gəldik 1 bitə. Təsvirin N və N boyu olan piksellər sayı 12 dəfə artırılıb. Yəni, burada A vur B idisə, oldu 12 AB. Təsvirin N boyu olan piksellərin sayı 12 dəfə artırılıb. Yəni, bir hissəsi də yalnızca N-i artırılıbdır. Təsvirin hündürlük boyu olan piksellərin, üstə bu şərt ayrıca vermişəm, sonra baxmıram. Deyir, hündürlük boyu olan piksellərin sayı 4 dəfə azaldılıb. Yəni, burada baxın, əvvəl deyək ki, A vur B idisə, artıq burada olubdur nə? A vurulmuş B böl 4. Yəni, nə oldu? Hündürlüyü 4 dəfə azaltmış oldu. İndi gəlin, bunları bir yerə cəmləyək. V1-imiz bizdə nə olubdur? Əvvəl deyir RGB-də idi, yəni 24 bit idi. Bunu vururduq nəyə? A vur B-yə. Vurmanı belə yazım. V2 deyir ki, keçibdir monochroma, yəni 1 bitə. Sonra deyir, təsvirin N boyunda 12 dəfə artmışdı. Yəni, vurduq 12A, A-nı N kimi düşünək. B-imiz də uzunluq olduğuna görə, yəni hündürlük olduğuna görə, burada 4 dəfə azalmışdı da. B böl 4. İndi bunun bizdən, bunu da həll edək. 4 ilə 12 gedəcək 3. Alacaq demək 3AB. Yuxarıda da olur bizdə 24AB. Təsvirin həcmi deyir, necə dəyişər? Bizdə 1-2 V bizdə həm piksellərlə, həm də həcmlə, həm də dərinliklə düz mütənasib olduğuna görə o zaman nə olacaq? 24 AB-dən 3 AB-yə gəlibsə bir-birinə böləndə bunların nisbətini tapa bilirəm.
24 AB-ni bölsəm 3 AB-yə, AB-lər getdi. 24 bölü 3 8 dəfə. 8 dəfə nə olur? Baxın, çoxdan aza gəldisə, demək ki, azalmış olacaq. Sonra keçdik akses sualı. Verilənlər bazası deyir ki, bu fragmentə əsasən cavab verən yazılan sayını. Baxın, sayını istəyir. Həmişə şərtdə bunlara fikir veririk. Deyir not. Nota baxmıram. İçərisinə baxaq. Fizikası 45-dən böyük. Fizikası 45-dən böyük olanlar kimlərdir? Baxın, 1-dir. Sonra gəldi 3-dür. Sonra 4-dür. Sonra ardınca nə gəlir bizdə? 1, 3, 4. Sonra keçirik. Başqa yoxdur. Bunları da ənd edirəm, kəsişdirirəm. Kimyası 60-dan kiçiklər. Kimyası 60-dan kiçik olanlar 1-dir, 2-dir, 4-dür. Bunların kəsməsi mənə verir, demək buradan 1, 4. Bu, baxın, not bizdə yalnızca bu mötərizəyə aiddir. Yəni, mötərizə bura bitdi, Onda bunu inkar edirəmsə, əgər not edəcəmsə bunu, bu mənə verəcək 1 ilə 4-dən başqa yerdə qalanlar. Yəni, 2, 3, 5 və 6. Bunları da yenə ənd edirəm. Kəsişdirirəm nəyə? Bu hissənin nəticəsinə. Baxın, mötərizənin içinə. Mötərizənin için gəlin burada yazaq. Cəbrimiz deyir, böyük bərabər 63. Cəbir 63-dən böyük bərabər olanlar kimlərdir? Baxın, 3-dür. Sonra 63-ə böyük bərabər dediyinə görə 4-ü də götürdüm. Və bir də 6-dır. Bunları or deyir. Birləşdirəcəyik nəyə? Biologiyası 65-dən böyük olanlara. Biologiyası 65-dən böyük olan 1-dir. Sonra 3-dür. Sonra 4-dür. Başqa yoxdur da deyəsən. Bir də baxaq. 1, 3 və 4. Bunların da birləşməsi bizə vermiş olur. 1, 3, 4 və 6. İndi bunu da gətirəm. Baxın, yenə orta ənd var idi axı. İki tərəfi kəsişdirməliyəm. Bu nəticəni gətirəm, bura yazıram. 1, 3, 4, 6. Bunların kəsməsi bizə nə vermiş olacaq? 3 və 6. Demək, neçə dənə oldu yazılarımız? 2 dənə. B variantı. Sonra keçdik 66-da. 66-da deyir ki, modellərlə bağlı uyğunluğu müəyyən edin. Modellərdə baxaq. Deyir, verilən nizamlı ağac çeşidinin təsvirinə əsaslanır. Ağacvari quruluş demişik ki, iyerarxikdə olur. Birə getdi A. Birə A-dırsa, demək, ya B-dir, ya da A-dır. Sonra baxaq, verilənlər bazası 2 ölçülü cədvəl şəklində hazırlanır. 2 ölçülü cədvəl bu relyesiya modelinə aiddir. Demək, 2-yə B, ilə A variantı səhv çıxdı onsuz. Bu bir sərdə çıxmışdıq da bayaqlarım. Ona görə uyğunlaşdıraq indi bir dənə. C-də deyir, aşağı səviyyədə yerləşən hər bir bənd daha yuxarı səviyyədə yalnız bir bəndlə əlaqəli olur. Bəli. Burada deyildi ki, valideyn-övlad münasibəti var iyerarxik modellərdə. Sonra D-də deyir, hər bir element istənilən başqa elementlə əlaqəli ola bilər. Burada şəbəkə modeli də artıq qarışıqdır. Məsəl üçün, buradakı nöqtələr məsələn, bir-birinə belə əlaqədə ola bilir. Hətta birində qoysamsa bu bundan və yaxud da bu bundan. Yəni, əlaqə qarışıq ola bilirdi, deyirdik. Verilənlər bazası modelinin əsas anlayışları sahə və yazılardır. Sahə və yazılar, bunlar da yenə də regresiya modelində önəm kəsb eləyirdi. Orada deyirdik bu anlayışları. Bu da düzdür. Sonra 67-də onluq sayı sistemində verilmiş 16 üstündə n plus 3 ədədini ikili sayı sistemi təsvir etdiyi neçə rəqəmli ədəd olar. Gəlin bir dənə bunun açılışına baxaq. 16-nı mən 2 üstü 4 kimi yazsam, burada da n plus 3-dür. Bu bizdə verəcək 2 üstündə 4n plus 12. Qüvvət şəklində yazdıq. Və burada da deyirik ki, həmişə məsəl üçün, baxın, 2 üstü 5 dənə deyirik. Deyirəm ki, 5 dənə 0, bir dənə də 1 var. Neçə rəqəm olmuş olur ümumilikdə? 5 dənə, bir dənə olur 6 dənə simvol. Yəni, neçədirsə üstə 1 gəlirdik də. İndi burada da bizdə 4n plus 12 almamışıq. Bu 4n plus 12 məndə sıfırlansaydı, bir dənə də 1 olacaq. Üstə də 1 gəlirəm deyə alıram ki, 4n plus 13 dənə ədəd olmuş olacaq. Yəni, simvol olacaq. Oldu C variantı.